Avropa liderləri qeyri-rəsmi samitdə Qrilandiya məsələsində Birləşmiş Ştatlarla əməkdaşlıq üçün 4 maddəlik planı müzakirə ediblər. Bu barədə Politico Avropa İttifaqı rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, ilk növbədə 1951-ci ildə Birləşmiş Ştatlar Danimarka müdafiə nöqtələrinin müqaviləsinin Prezident Trumpın təklif etdiyi Qızıl Günbəz raketdən müdafiə sistemi ilə inteqrasiyası üçün yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur. İkinci məqam mümkün NATO missiyasına daxil olmaqla Avropanın regional təhlükəsizliyə töhfəsinin artırılmasını nəzərdə tutur. Qalan iki bəndin məzmunu mənbələr arasında mübahisəlidir. Bir versiyaya görə onlar qarşılıqlı vəzifələrdən imtina və resursların kəşfiyyatına nəzarət etmək üçün nəzarət orqanının yaradılmasından bəhs edir. Digər versiyaya görə bu bəndlər sadəcə bəzi Avropa İttifaqı ölkələrinin gerçəkləşdirilməmiş ümidlərini əks etdirir və qeyri-realdır.